Salam, hoş gördük sizləri. Bugün uşaqlıqdan bəri çox sevdiyim bir yeməyi hazırlamaq qərarına gəldim. Bu yeməyi çox sevməyimə baxmayaraq, demək olar ki, çox təsadüf hazırlayıram. Çünki bizim evdə bu yemək yeyilir. Amma mən çox sevirəm, çox bəyənirəm bu yeməyi. Və bizim zonanın, yəni İsmayıllı zonasının pişirdiyi kimi pişirdim. Çok dadlı bir yemeği alındı. Her birinizə nuş olsun. Göz hakkınızı halal edin.